dünya alimləri iqtisadçılara çox şey borcludur. Bir, yazının kəşf olunması iqtisadi bir hadisədir. Onu sizə deyim. Borcları yazmaq. Bəli, borcları yazmaq üçün. İlk kredit verən şəxslər də məbəd kahinləri olub. Bilirsiniz yəqin ki, onu günümüzdə çox bir şey dəyişməsə də. Onunla bağlı. İkinci bir məsələ Darwin və Wallace ümumiyyətlə yazığın adını çəkən yoxdur. Yəni bunlar ikisi bir yerdə kəşf ediblər. Düz Darwin qədər qabaq kəşf eləyib. Hə, yəni speaker ol. Yəni Wallace da Darwin də iqtisadçı bir insanın kitabını oxuyub bu nəzəriyyəyə gəliblər. Onu sizə deyim, Sir Thomas Robert Malthus'un iqtisadi nəzəriyyəsini oxuyurlar. Malthus yazır ki, əhalinin sayı həndəsi silsilə artır. Yəni daha çox artır da. Ərzaq sayısı ədədi silsiləni artır. Ona görə bir nöqtədən sonra yalnız ərzaq tapa bilən insanlar, mübarizədə sağ qalan insanlar yaşaya biləcək. Darwin və Wallace ikisi də baxır, deyirlər ki, heyvanlarda da belə olub. Kimin boyu hündürləşibsə, ağacdan yemək yeyə bilibsə, pəncəsi daha çox güclü olubsa falan, onlar hansı güclü zəifi yeyə bilibsə, belə deyək də, onlar sağ qala biliblər. Amma bu ekvatorda özünü doğruldu. Kropotkinə görə Sibirdə elə deyil. Sibirdə insanlar əməkdaşlıq çərçivəsində yaşamalıdırlar. İki sosial nəzəriyyə var bundan bağlı. Cəmiyyət Darwin dediyi kimi olmalıdır? Yəni güclü zəifi məhv edərək mi getməlidir? Yoxsa Kropotkinin dediyi kimi Sibirdə insanlar bir-birinə müştərək. Bu çox önəmli məsələdir. Və üçüncü bir məsələ, onu da deyim, Amerikanın kəşf olunması da iqtisadi bir hadisədir. Yəni Osmanlının vergiləri qaldırılması Avropa insanlarına bir stimul verir ki, başqa bir şey də. Ona görə iqtisadiyyat çox önəmlidir, hər yerdə var və mən bizim iqtisadçıları dik durmağı tövsiyə edirəm. Görün nə qədər elm sahəsi bizim hesabımıza kəşf olunub və bizə çox şey borcludular. Yəni otursunlar, ona baxsınlar. Əsas məsələ də odur. Çox sağ olun müəllim, gəldiyinizə görə. Sağ olun. Çox faydalı və bol